İki belə Balans. Dərsi deyirik də bunu. Nədən başlayaq? Buyurun, suallarınızı. Başlayaq birinci elə, yəni ki, o deyir elephant in the room-da, otaqdakı fildən də, yəni ki, qardaş, bütün Core FC-nin izləyiciləri səndən danışır bir dənə məsələyə görə, həmin o 8 saniyəlik knockout. Knockout haqqında belə bir şeyi birinci soruşmaq istəyirəm ki, o knockoutu elədiyin vaxtda ağlından nələr keçirdi və o həmən sonrasında necə hisslərin var idi, yəni? Knockout eləyəndə orada səs gəlmirdi. Ona dedim ki, nə oldu bəs? Aşırdacaqdım mən, nə oldu? Sual verdim. Bir-iki dənə jest elədim. Onu da sonra aydınlığımı verəcəm. Öyle onu beynimdən bir dənə bonus keçirdi ki, indi mənə bir dəqiqə bonus verəcəklər. Hani knockout bonus verəcəklər. Orada knockout bonusu dəhşət çoxdur da, yəni. Sevindim. İnanamırdım da mən knockout elədim. Çünki mənim karyeramda ilk knockoutdur. Və belə bir liqada knockout oldu və bilirdim ki, bonusu getirəcəm. Sonra mənə razıvalkada dedilər ki, sənə 2 dənə bonus düşür. Yəni 2 qat bonus. Onda mən başı şoka düşdüm. Razıvalkada qışqırırdım sevincimdən. Həm performans, həm də knockout. Ona görə yəni knockout edəndə ən çox sevincim bonus idi ki, bonusu götürə bildim. Belə. Yəni o da öz sözünə cavab verə bilmədi. Yaxınlaşdım o döyüşdən sonra. Halallıq istədim, əlimət elədi falan. Heç idmançı hərəkət eləmədi. Bir də orada mənə maraqlıdır ki, o zərbəni həmin, yəni döyüşün başlanğıcında adətən adam knockout planlamır da ilk saniyələrdə. Yəni o instinktiv bir şəkildə həmin zərbə gəldi, yoxsa orada boşluğu gördü, dedi ki, indi momenti də elə vurdun? Yox, biz ümumiyyətcə, mən bir ay knockout edici zərbələr hazırlaşırdım. Mən çünki demişdim ki, söz verirəm ki, səni knockout edəcəm. Yəni mən özüm də oraya gələndim ki, nə olsun onu knockout edəcəm. Oraya gələndə reaksiyalar mən məşqlərdə çox işləmişdim. Elə oldu ki, gördüm ki, o mənə sol bakova yatır və mən onu tez arxa crossla qarşıladım və knockout edişdi. Yəni o zərbəni mən gördüm. O atmamışdan əvvəl o zərbəni gördüm. Ona görə belə bir stalkamenya oldu. O da açdı. Yəni ki, o moment həmin anda yarandı da, instinktivdən daha çox texnika yönündən deyə bilərik də, yəni. Yəni o 8 saniyə aşmasaydı belə, o yəni döyüşün ortalarında və yaxud birinci raundun axırı aşacaqdı. Çünki biz elə hazırlaşmışdıq. Yəni adi döyüş başlarında görünür ki, mən necə onun üstünə gedirəm, necə mən aktiv başlamışam. O yavaş-yavaş gəlirdi, mən gözümdə alov var idi. Çünki bu 8 ay ondan söyüş eşitmək, onun takipçilərinə söyüş eşitmək, ondan hörmətsizlik görmək oteldə. Yəni adi Azərbaycan xalqı elədir ki, yəni onlara təhqir edəndə əsəbləşirlər. Çöldə bayırda söhbətlərə gedirlər, müzakirə edirlər. Götürmür də bizim xalqı söyüşü. Mən də götürmürəm. Elə orada da mən 8 ay sıxırdım ki, çıxım oynan mən onu öldürümdən orada. Elə də oldu, çıxdım. Yəni o qədər əsəbiydim ki, çıxdım onu elə birinci raundda 8 saniyədə vurdum. İstərdim çox onu döyüm biraz, yerdə biraz vurum, peşman edeyim, amma elə oldu ki 8 saniyədə. Qismət olmadı. Qismət olmadı. Çoxum yazır ki, istəyərdi döyüşsən, Demək istəyirsiniz döyüşsən, kollektiv çəkib bilet alınıb gəlib baxarsınız. Neyim belə alındı? Yəni, bəs indi düzdür və elə bir şey alınıb ki, bunu bilənməyəcəyik heç vaxt. İnşallah bu tip mədəniyyət baxımından, yəni bu tip rəqiblə də bir daha heç qarşılaşmazsan deyə ümid edirik. Amma deyək ki, o döyüş davam eləsəydi, səncə o döyüşdən əvvəlki hisslərin, əsəbin, döyüşün içinə mənfi mənada təsir eləyərdi, yoxsa həmin anda özünü tam bir professional kimi hiss eləyə bilir? Tam professional kimi, yəni sakit idim, tənkimli idim. Yəni orada məni Balivoya getirsəydi hansısa bir əlimə, misal üçün də, yəni mənim əlim sınacağına, yəni o təslim olmazdım. O dərəcədə mən görürdülər də sekundantlarım, yəni görürdülər ki, mən aqresivəm. Mənim küncümdə mən dedim də, yəni Fərid Əliyev-Babazadə, Akşin Babayev, Tofiq Musayev, yəni onlar məni hazırlaşdırırdılar, mənim oraya gedib uduza bilməzdim. Yəni və yaxud 8 saniyə daha bəlkə də çoxdur. Yəni mən orada çıxdım, hamısı mənə motivasiya verdi, çıxdım, elə alındı. Yəni inanmıram ki, yəni o aqressiya mənim nəsə mənfi rol oynayardı. Çünki mən artıq bu yolu keçmişəm. Və məsələnin müsbət tərəfindən danışsaq, indi bu deyir anti-reklam da bir reklamdır da, yəni nəticədə daha çox adam hal-hazırda səndən danışır və ən çox da Core FC döyüşçüləri içində bu dəqiqə ən çox danışılan döyüşçü sən səndə fikrimcə. Yəni bunun
sonrakı eventlərdə, Core FC eventlərində sənin üçün səncə necə müsbət tərəfləri olacaq və bunu da bir suala birləşdirək ki, Core FC 3-də nə kimi planların var? Kimlə döyüşmək, hansı? Əslində bir rəqib var idi. İndi onu danışılır. Onunla döyüşmək istəyirəm. Mən dəhşət çox istəyirəm. Yəni ilk mən 18 yaşım olanda onunla vuruşmuşdum Gürcüstanda. Ona məğlub olmuşdum, amma udmuşdum da. Yəni o ölkəsində vuruşduğuma görə məğlub elədilər məni. Onu istədim döyüşüm. Onun da indi rekordu 9-3-dür. Yəni maraqlı döyüş olardı. O da strikerdir, mən də. İndi onu danışılır, amma o desən istəmir. İndi başqa rəqib axtarırlar. Yəni mən fikir verdim ki, knockout olduqca yəni daha çox liqalar məni istəyir, daha çox sponsorlar məni istəyir. Yəni o knockout mənə çox belə müsbət cəhəti oynadı. O həmin o Qammada qalib gələndən sonra da yenə çağırdığın rəqibdə səhv eləmirəmsə deyə. Onun 23 yaşı var idi ilk döyüşümüzdə. Onun 22 yaşı var idi, mənim 18 yaşım var idi. Mən təzə başladım yol idmana. Orada ona məğlub oldum. Hə indi onunla da döyüşmək istəyirəm. Onun indi hardasa 28 yaşı var. Aydındır. Çünki yadıma da onun haqqında biz ilk verişdə də danışmışdıq birinci dəfə. Yəni orada demişdin ki, ondan sonra onu mən bir neçə dəfə çağırmışam döyüşməyə, qəbul eləməyib. Qəbul eləmir, indi pul eləmişik. İndi düzdür, qonorar çox istəyir, amma indi o müzakirə edirik ki, yəni Core FC 3-də oynan anakartda döyüşüm. Yəni çox maraqlı döyüş olacaq. Həqiqətən, bizə də çox maraqlı olar çünki indi bu məğlubiyyəti dedin, oradan bir şey ağlıma gəldi. Bu yox idi əslində planda. Deməli normalda yəni ilk 4 döyüşdən sonraki rekordun 1-3 idi. İndi artıq olub 7-3. Yəni ki, bu döyüş strategiyanda mı deyək və yaxud da ki, hazırlaşma planlarında və yaxud da ki, diyetində, ümumiyyətlə bir döyüşçü kimi baxışında, həyatında, məşqində nə kimi dəyişikliklər var ki, səncə bu sonda gəlib 6 qələbə seriyasına gətirib çıxardı? O məğlubiyyət məni elə bir hala salmışdı ki, mən bilirəm ki, mən çıxıb uduzsam tezdən o hissi istəmirəm. Zaten Əlivi yanlığa vursan, Əlivi yanlıqda ağrıdır. Sən bir də Əlivi vuran deyirsən ki, mən də elə. Yəni mən elə mənə yarış verəndə mən elə hazırlaşıram ki, yəni məğlubiyyət olmaz. Yəni heç cür halda. Yəni günə 2 dəfə məşq edirəm, yəni dəhşət bir, yəni uduzmayım da, yəni bir variant olmasın uduzmağa. Yəni ki, təzədən o hissləri keçirməyim, yəni uduzanda. Mən uşaqlıqdan uduzmağı sevmirdim. 11-də şov oynayırdıq, cığallıq edirdim, futbol oynayırdıq, cığallıq edirdim. Mən uduzmağı ümumiyyətlə sevmirəm. O 3 dənə məğlubiyyət məni çox güclü eləyib. Yəni adi mənim Gürcüstanda udmağım bir möcüzə idi. Yəni orada bir elə atmosfer idi ki, yəni orada udmaq çox çətin idi, amma mən bildim ki, udursam həmin o hisslər qayıdacaq, çıxdım, utdum. Yəni o məğlubiyyətlər mənə çox böyük motivasiya verir. Yəni bəlkə də elə yaxşı oldu ki, o məğlubiyyətlər oldu ki, məncə indi daim məğlubiyyətlər olmayacaq. Yəni faktiki olaraq nəyisə dəyişdirdiyini deyə bilməzsən də. Məşqlərə daha seriozla yanaşmağım. Disiplini də yəni demək olar ki, dəyişdirməkdə, onu da belə demək olar. Orada bir disiplin deyil idim. Bildim onun, yəni gördüm ki, uduzursan da disiplinli olmanda. İndi hər yarışda elə disiplinliyəm ki, yəni mən düşünürəm ki, daha uduzsan da elə. Bəs indi deyək ki, bu gələcək planları indi inşallah Core FC-də hələ davam eləməyi belə başa düşürəm ki, düşünürsən. Core FC-də yəni yeni yaranmağına baxmayaraq çox potensiallı liqadır belə deyək. Carlos Prates da dedi. Prates elə orada məni gördü, o da məni təbrik elədi. Yəni möhtəşəmdir. Onunla da biraz söhbət elədik. O deyir ki, yəni UFC bomba keçirdi yarışı. Yəni UFC-dən sonra ən yaxşı yarış keçidən görsəm idmançılar hörmətə Core FC-dir. Yəni bu birisi Bellator'dur, Rizin, onların sadəcə reklamı var. İndi daha çox Core FC pul yatırır idmana və daha çox maraqlı keçirir, nəinki bu birisi. Ona görə mən Core FC davam etmək istəyirəm. Yəni qonorarını da bəyənirəm, reklamını da bəyənirəm və döyüş keçirmələrini bəyənirəm. Ona görə düşünürəm ki, Core FC-də bir neçə döyüşüm olacaq mənim. Kəmər istəyirəm götürüm, sonra kəmərdə bir 4-5 dəfə qoruyum. Bizim də indi inşallah yəni. İnşallah. Bizim də tamaşaçılar olaraq üstümüzə düşən odur ki, həm Rəsul'a, həm də Core FC-yə bir orqanizasiya olaraq dəstək olaraq baxaq ki, yəni onlar da inkişaf eləsinlər və davam eləsinlər də, yəni belə deyək. Bəs indi inşallah bu çempionluq, kəmər, bunları davam eləmək və karyeravında bir mənada belə baxanda başındasan da, sən bildiyim qədərilə əsgərlikdən gələndən sonra əsas özünü vermisən, yəni maksimum dərəcədə idmana. Özündə hansı boşluqları görürsən və yaxud da ümumiyyətlə görürsənmi ki, məsələn, bunları da artırandan sonra mən ağlımdakı ən
artıq tamamlanmış döyüşçü olacam və bundan sonra artıq istənilən rəqib gəlsə, mən hazıram ki, lazımdırsa, nə bilim, dünya çempionluğu kəmərinə döyüşüm. Düşünürəm, psixoloji hazırlıq. Yəni psixoloji rəqiblərə hazır olasan. Çünki sən utduqca rəqiblərin də daha ciddiləşir. Və ona görə psixoloji hər o ciddi rəqibə hazır olasan. Çünki idmançılar mənə başa düşərlər, döyüşə çıxmamışdan əvvəl o razdivalkadakı, yəni orada sən özünlə mübarizə aparırsan. Bir var sən sınıb gedəsən yarışa, orada uzasan, bir var ki, o mandraj sənə elə bir güc versin, adrenalin versin, sən çıxıb orada dağdasan. Yəni o cəhətdən psixoloji güclü olasan. Sən sabahsı gün elə rəqib verə bilərlər ki, sən şansın ola bilər ki, böyük bir liqaya çıxmağa. Orada psixoloji deməyəcəksən ki, bu məndən güclü çıxıb udacağam. Psixoloji öz belə hazırlaşdırsan ki, yəni çıxıb orada qalib gələrsən. Məncə indi zəif cəhətim psixologiyadır, onu da indi üstündə işləyirəm mən. Məşqlər öz yerində, amma indi çalışım çox yerdə psixologiya ilə işləyim. Yox, məşqlər mənasında əslində onu nəzərdə tuturdum ki, məsələn bu keçən dəfəki, yəni keçən dəfə gələndə də onu bildirmişdin ki, jiu-jitsunun üstündə işləyirsən, məsələn Fərhad Bağırovla bir yerdə bildiyim qədərinə fərdi məşq edirsən. Fərhad Bağırov, Fərid Əlibabazı, İmran, yəni bunlarla işləyirəm. Mən düşünürəm ki, heç xaricə gedib spor eləməyə ehtiyac yoxdur, bunlar əladır. Fərhad onsuz da bu il ikinci dəfə artıq dünya çempionu oldu şeydə. United World Wrestling'in grappling'ində ikinci dəfə dünya çempionu oldu. Biz keçən dəfə ilə Namiqlə də onu danışırdıq ki, yəni Azərbaycanda əslində hər növün ən yüksək səviyyəli idmançıları var. Sadəcə burada bir kampı düzəltmək, elə yaratmaq lazımdır ki, yəni onlarla məşq eləmək də alınsın. Hə, yəni bu mənada, yəni səncə tutaq ki, grappling tərəfində olsun və yaxud da striking tərəfində olsun işin hələ inkişafa yer var, yoxsa sadəcə bunlar hamısı öyrənmək mənasında hazırda artıq yetərlidir? Sən sadəcə olaraq belə deyək, isti qalmağa çalışırsan? Xeyr, mən ümumiyyətcə məşqə girəndə ayağımı tatamiyə basanda özümü təzə bir gələn idmançı kimi hiss edirəm. Mən heç nə bilmirəm və çalışıram daha təzə informasiyalar götürüm. Bəzi idmançılar var, bir-iki dənə yarış udurlar. Dilləşdirdim, mən hər şeyi bilirəm. Nəsə orada göstərir atroboska, deyir ki, mən bunu edirəm, mən bunu bilirəm. Amma mən də elə deyirəm, ayağımı o döşəyə bastımsa, mən heç nə bilmirəm, təzə gəlmişəm və çalışıram hər idmançıdan nəsə oğruyum. Yəni misal üçün görürəm, nəsə göstərir, gedirəm, tez baxıram, görürəm, nə göstərir falan. Bir dəfə də elə oldu, ayaq voleybolu göstərdilər. Bəzi idmançılar da ki, mən ayaq voleybolu edirəm, mən idmançıyam. Mən getdim, oturdum, işlədim, üstündə işlədim, indi ayaq voleybolu gözəl edirəm. Yəni ona görə çalışmaq lazımdır ki, hər şeydən bir nəsə götürmək. Yəni təkəbbürlü olub deməmək ki, mən bunu bilirəm, mən bunu bilirəm. Mən orada vuruşuram, burada vuruşuram. Mən çalışıram, hamıda nəsə öyrənim. Bu üstünlüyü göstərir yarışda. Bir də görsən, elə momentdə elə lazım olur ki, yəni o instinktlə gəlir. Ona görə belə bir şeylərdə düşünürəm ki, belə. Yaxşı, bəs indi biraz fərziyyə sualı verək. Deyək ki, sabahları sənə ən yüksək liqalardan, tutaq ki, UFC-dən zəng gəldi və səni artıq orada görmək istəyirlər. Yəni ən tez müddətdə. Belə bir təklif olsa hazırda onu qəbul edərsən, yoxsa hələ fikirləşirsən ki, ona hazır olmaq üçün biraz daha yola ehtiyacın var? Biz bir komandayıq da, indi mənim menecerim Cavad Məmmədovdur. O Fəridlə məsləhətləşib biz hərəkət edirik. Yəni mən tək deyiləm bu yolda. Və böyük liqalardan təklif gəlib. Yəni nokautdan sonra Cavada çox bir zənglər gəlir. Mənə yazırlar, mən deyirəm Cavada otururam. Böyük liqaların təklifi gəlib. Yəni mən gördüm ki, bu nokautun üstünlüyü nədir? Yəni prosta Cavada yönləndirəm, Cavad da Fəridlə məsləhətləşir və qərar verirlər. Mən hazıram. Əgər Fərid məsləhət görsə ki, çıx bu ilə vuruş, mən bilərəm ki, Fərid mənə güvənir deyənə deyir, çıx o ilə vuruş. Ona görə bu aramızda bu güvənc, yəni bu biznes, yəni bizi qabağa yönləndirir. Ona görə belə böyük liqalardan gəlir təkliflər. Yes. Bu mənim üçün yeni bir şey oldu. Heç mən döyüş dünyasında belə fikirləşmirdim. Elə fikirləşdim ki, döyüşçü özü fikirləşir ki, məsələn mən bundan döyüşə bilərəm. Amma daha əslində bu belə daha məntiqli elə məntiqlidir, əgər sizin o aranızda pul söhbəti yoxdur. Əlbəttə. Əgər siz məsəl üçün elə menecer var ki, pul qazanmağa görə idman üçün qabağa atır, elə menecer var ki, döyüşçü qabağa getsin deyənə can yandırır. Cavad elə istəyir ki, mən daha yuxarı qalxım. Yəni pul kimi mənə baxmır. Ona atım məsəl üçün getsin, nə bilim, rizlə vuruşsun, uduzsun, oradan faizimi getirim, söyrəsin, getsin. Cavad istəyir ki, mən yavaş-yavaş qalxım, axırda böyük liqalarda əlbəttə ki, onun da faizi var. Onun interesi var ki, mən idmançı kimi, bir qardaş kimi, yəni qalxım yuxarı. Belə işdə iş
Drujba, slujba da. Ha, bəli. Yəni İş, dostluq da. iş, dostluq. Həm iş görürük bir yerdən də dostluq edirik. Yox. Bir ailə kimi. Bəli. Əslində, mən məsələn həmişə belə bir ifadə var da, deyir ki, döyüşçülər onsuz da heç vaxtı kimdənsə zəif olduğunu fikirləşmir də. Mənə də məntiqsiz gəlirdi ki, məsələn, UFC-də reytinqdə olmayan bir döyüşçü var da. O böyük ehtimal fikirləşməz də ki, mən hamıdan güclüyəm. Amma əslində məntiqən o fikirləşir, amma onun elə bir meneceri qərar verir ki, və bu ən düzgün olanıdır da. Yəni sən o psixoloji, bayaq dediyin psixoloji səddi aşmaq üçün onsuz da həmişə beynində olmalıdır ki, mən bu dəqiqə o komandam razı olsa, bu o deməkdir ki, onsuz da mən onu məğlub edə bilərəm. Əlbəttə. Komanda mənə inanırsa, mən özümə inanacağam. Əsas komandadır. Aydın məsələ. Bu mənim üçün yeni bir bilgi olduğuna görə qəribə gəldi. Yaxşı, indi biraz belə maraq üçün olan suallara keçək. Bunlar da belə daha indi formalda. Özün haqqında necə bir bilgi verə bilərsən ki, bunu tamaşaçılar eşidəndə onlara təəccüblü gələr? Bilmirəm. Nə var idi? Məsələn də tutaq ki, musiqi ifadə. hə, məsələn, onu deyəsən, fleyta tutaq ki, indi onu bilirlər amma o şey. Onlar bilir necə, yəni ki, bunu bizə qərib. Hə, 8 il diplomum var fleytadan. Bu qəribə gəlir. Çoxsuna dostlarıma deyəndə inanmırlar mənə. Amma o fleytanı ifa edəndə şoka düşürlər ki, sən hara fleyta var. Budur. Sonra Qarabağın yığmasında olmuşam futbolçu kimi. 14-15 yaşlar. Sağ yarım müdafiəçi idim mən. Güclü oynayıram futbolu. Budur. Futboldan çıxıb demək olar gəlmişəm mən qaydası döyüşə. Orada dalaşırdım. Axırda gəldim bura. Dalaşıramsa bəy bu. Dalaşıram polis məni aparırsa elə gəlim elə yerə ki, dalaşım polis aparmasın. Qanuni olsun, zalda dalaşmaq. Sən 15 yaşında gəlmişdin judoya səfərlərimizə. 15-16 elə bir şey. 12-13 yaşımda judoda idim. Hə, belə. Sonra futbola keçdim. Yəni futbol olsa mən güclü oynayırdım. Uşaqlıqda da gedirdim. Düşdüm Qarabağın yığmasına. Uşaqlar arası. Elə oldu ki, oradan da bezdim çıxdım. Oradan yəni prosta. Bəyənmədim. Gördüm ki, bu idman mənlik deyil. Yəni hər idmanda mən özümü axtarmışam ümumiyyətlə. Bütün idmanlarda demək olar getmişəm. Yəni axırda özümü qaydası döyüşü tapdım. Bu ümumiyyətlə böyük idmançıların çoxunda var ki, 50 dənə fərqli idmanda olurlar. Yəni çox idman növündə özünü yoxlamaq məsələsi. Yəni mən istərdim ki, mən basketbolçu olum. Yəni mənim ən çox marağım basketboladır. Yəni qaydasız döyüş olmasaydı, yəni mənə desəydilər ki, hansı idman növündə istəyəndə belə populyar olman basketbol seçərdim. Yəni basketbolu mən çünki çox bəyənirəm. Zalda heç bu Dağıstanların oynadığı basketbolda oynamışsın? Görmüşəm mən. Ya biz oynamışıq, amma onların oynadığını görmüşəm və çox bəyənirəm. Bizdə elə bir şərait yoxdur. Yəni biz də əzizlərik, düşünürük, onlar daha işlər. İndi yaxşı, bəs döyüşlərə girməzdən əvvəl, yəni qəfəsə girməzdən əvvəl tam belə o gəlirsən. Bəli. Razdivalkadan qəfəsə gəldiyi müddətdə. Orada hansısa bir ritualın var özünün ki, nə bilim, həmişə tutaq ki, bəzi döyüşçülər var da, nə bilim, deyək ki, qəfəsə girdim, əlimi bir dənə belə eləyirəm. Özünün bir ritualı var da. O bir kitab oxumuşdum, o bir psixoloji bir şeydir. Amma mən rituallara inanmıram da, o qorxu ilə əməl olan bir şeydir. Yəni, ritualla eləyim, girim, uğurum olsun, yox. Mən bir dənə Aydın Gürcü oxuyuram. Məşqçilərim məni belimə vurur, bir-iki dənə motivasiya söz deyir. Mən ucu çıxıram. O ki, mən arenaya ayağımı bastım, yəni mandraj da gedir, hər şey gedir. Mən ucu bilirəm ki, mən bugün uzacam. Girəndə də bir dənə bismillah deyirəm, başlayır döyüş, qalib yəni. Yəni mandraj hamıda olur. Hər bir döyüşdə mandraj olur. Yəni heç bir döyüş deyilməz ki, mənim mandrajım yoxdur. Prosta elə döyüş var ki, o mandrajı qorxuya çevirir. Amma elə döyüş var ki, o mandrajı adrenalini gücə çevirir. Mən həmin o mandrajı gücümə çevirirəm. Və yaxşı da anılır məndə. Yəni o psixoloji özümü hazırlayıram. Yəni mən düşünmürəm ki, hansısa idmançı əgər qaydasız döyüşlə məşğul olursa, bu döyüşə çıxanda rəqibdən qorxur. Yox, rəqibdən qorxmur. Uduzmaqdan qorxur. Yəni biabır olmaqdan qorxur. Dostların yanında nə deyəcəm deyənə qorxur. Ona görə yəni idmançı heç vaxt qorxmur qarşısındakı rəqibdən. Sadəcə mandaj onda tutur ki, birdən biabır olaram. Yəni o da bizim ölkədə çox belə populyardır. Uduzmaqdan qorxurlar. Yəni gərək sən rahat çıxasan. Yəni çıxıb orada ki, bayrama gəlmisən. Vuruşasan. Öz
yəni ləzzət alasan bu döyüşdən. Çünki bu sənin sənətindir. Yəni bir yandan biraz da əslində iş kimi baxmaqda. Bu yəni nəticədə biri döyüldü, o biri döydü, biabır oldu kimi yox. Yəni ki, mən hazırlaşdım, belə oldu. O birisi cür də ola bilərdi, birisi də ola bilərdi. Braziliyalılara baxıram, uduzdular orada. Veclərini deyil. Axşam Taksimdə istirahət edirlər. Bizdə uşaq uduzdu Azərbaycanlı, o pis idi. Yəni fikirli idi. Yəni içi-içinə yirdi ki, mən niyə uduzdum? Yəni millət söhbəti var. Amma bilir ki, Braziliyaya getsə heç kim ona işlədməyəcək. Amma belə deyəcək ki, əlaydım. Amma bizə gəlsə bizimkilər yəni deyirlər, necə uduzdun, niyə uduzdun? Belə bir ki, biabır olursan dostlarımın yanında. Amma biz orada biraz, indi bu şəxsi, məncə biz orada Braziliyadan götürməliyik. Yəni onlardan o ənənəni götürməliyik də. Nəticə olaraq da indi Braziliya qaydası döyüşdə bizdən qat-qat daha uğurlu bir cəmiyyətdir, yəni nəticədə. Onlar burada çoxdular. Biz də çox olsaq, biz də uğur əldə edə bilərik. Onlar prosta BJJ məktəbi güclüdür, ona görə artırlar. Amma bizim idmançıların xarakteri var. Yəni bizdə uyğun var. Onlar da elədir ki, çıxdım, ucaram, pulumu gedirəm. Amma bizdə idmançı döyüşə çıxanda əsl professional döyüşçü gedir. Yəni pulu çox vaxt fikirləşmir. Yəni çıxıb bayrağı qalxızmağa fikirləşir. O Braziliyadır. Yəni ya pula vuruşurlar və ya nəyisə görə. Amma bizim idmançılar çalışır, həm bayraq qalxızsın, həm də ki səfər tutsun da. Yəni İndi bayraq demişkən, məsəl üçün o son döyüşündə gördük ki, həm Azərbaycan, həm Türkiyə bayrağı ilə çıxırsa, yəni həmişə ümumiyyətcə sənin döyüşlərində bir bayraq görmək olur da, yəni bir təmsiliyyət hissi də görünür onsuz da orada, həm üzündən görünür, həm yəni belə ümumi hiss olunur. Bu döyüşə çıxanda mən bir milləti, bir xalqı təmsil eləyirəm hissinin sənə verdiyi müsbət və yaxud da ki, mənfi, yəni həyəcan baxımından da, narahatçılıq baxımından və yaxud da ki, müsbət o əlavə enerji baxımından necə təsiri var? Mən Türk bayrağı ilə çıxmağıma çoxsu mənfi rəylər yazır mənə, amma mən fəxr edirəm ki, mən Azərbaycan həm Türkiyə bayrağı ilə vuruşam. Çünki türklər bizim idmançılar çox bəyənir. Yəni onlar bizim bayrağımızla çıxmasalardı, amma biz udanda çox sevinirlər. Elə bil ki, öz idmançıları udur. Yəni mən onlardan o auranı getirdim. Onlar mənə çox böyük dəstək olurlar. Həm mənəvi, həm maddi. Yəni orada mənə dəstək olurlar. Və mən öz xalqımın bayrağına çıxmağa fəxr edirəm. Həm Türk, onsa biz iki dövlət, bir millət sayılırıq. Yəni çoxsu pis rəy yazsa da, yəni pis bəyənməsə də mən yəni çox o şeyə fikir vermirəm. Mən bəyənirəm ki, mən iki dənə bayrağına çıxmaq mənim üçün fəxrdir. Və bu sənə müsbətdə təsir edir özünə, yəni Əlbəttə, mən bəlkə də o iki bayraq mənə uveriniz verir. Əlavə bir enerji. Əlbəttə. Mən o bayraqla çıxanda, biz orada Koreysdə 4 idmançı Azərbaycan vuruşurdu. Tanımırdılar idmançılar, nə var ki, Azərbaycan bayrağını qalxızır, qışqırırdılar, sevinirdilər. Ona görə ki, yəni belə şeylərə də baxmaq lazımdır. Rəylərdə deyirlər ki, türklər Azərbaycan bayrağı ilə çıxmır. Sən niyə Türkiyənin bayrağı ilə çıxırsan? Yəni türklər ola bilər çıxmır, amma bizimkilər türklərə dəstək olmur idmançılarına. Amma türklər bizim idmançılara dəstək olur. Və o mən bəyənirəm. Ona görə mən iki bayraqla çıxacağam indiyənəcəm. İşin özdə o tərəfi də var da əslində ki, yəni biz elə hər dəfə özümüzün mənfi gördüyümüz hissələri vurğulamağa meyilliyik, amma özümüzün pis elədiyimiz şeyləri heç vurğulamırıq. Hansı ki, o yaxşı dedin ki, mən Alman bayrağına vuruşmuram ki. Mənim sabahsın kontrakt gəlsin ki, Amerikan bayrağına çıxıb belə mən çıxmaram. Amma Türk, mən öz millətim kimi baxaram, ona görə çıxmam mən Türkiyənin belə. Belə də ki, əslində indi sən belə bir şey eləyəsən, bayraqla çıxasan Azərbaycan, Türkiyə bayrağı ilə, inşallah daha yüksək yerlərə gəlib yenə Türkiyə bayrağı ilə çıxmağa davam eləyəsən, sən, bu, başqası bunu eləməlidir ki, onlarda da həmin şey formalaşsın da, yəni. Yəni bəlkə bizim dövlət, bizim millət Türk idmançılara dəstək olsa, onlar da eləyərlər. Bir də o bəli. Bizimkilər olmursa, onlar niyə çıxsınlar bizim bayrağı? Bəli. Yəni onlar bizə olur, bizim idmançılar çıxır. Yəni onu belədir. Yəni qarşılıqlı bir anlayışdır. Qarşılıqlı bir anlayış. Əlbəttə Türk çıxsa Azərbaycanın bayrağı ilə o gözün ki dəstək yoxdur, niyə çıxsın? Amma Azərbaycanlı çıxanda görür ki, böyük bir dəstək var. Türkiyə görə neçə milyon ölkədir. Yəni o dəstəyi hiss eləmək onu idmançıya da xeyirdir. Aynen məsələn. İndi yaxşı, bəs qələbə baxımından bayaq da qeyd edildi ki, bu birinci karyeranda ilk nokautun oldu da. Bundan əvvəlki bütün qələbələr submissiondan, özdə rear naked çox da hamısı səhv eləmirəmsə, bir dənə də axırıncı decisionda bu Gürcüstanla olan. İndi üçünü də görmüş bir insan kimi. Bəli.
Və o decisiondan olan da yəni düzdür, bir dominasiya var idi döyüşdə. Əslində 3 raundun içində səfərimizə utdun. Amma çətinlik də var idi da. Orada bir gilyətinə də düşdün, oradan da çıxdın bəli. Yəni bu çətin döyüşün sonunda qazanılan decision, yoxsa ki knockout, yoxsa ki submission, hansı cür qələbə sənin üçün daha xoşdur? Məncə decision qələbəsi ilə daha çox fəxr edirsən. Yəni əziyyət axırda o qələbə yəni fəxr edicidir. Knockout da sevindirir, yəni maddi cəhətdən bilirsən ki, biraz qazanmısan. Submission da sevindirir, amma o decision, o nəfəsin kəsilənəcən vuruşdun, axırda səni qalxızlar. Yəni orada yəni başqa bir hissiyatdır. Yəni bu şəxsən mənim fikrimdir. Yəni knockout elədim, mən heç döyüşdən doymadım. Knockout elədim, mənə qəribə gəldi bu döyüş. Tez qurtardın. Həm tez qurtardı, həm qəribə gəldi. Bəlkə də ilk knockoutımda ona görə. Amma belə mən istəyirəm bütün döyüşlərdə knockout və ya submission qutarsam, amma decision vericiyi fəxr başqa cür heç bir şey vermir. Yes. Bayaq bunu bu arada çox döyüşçülər deyib əslində. Yəni decision əlbəttə əziyyətlə o qələbəni dartmaq, dişinlə dartırsan ki, mübarizə gedir. Məsələn, Gürcüstandakı döyüşümə mübarizə getdi. Yəni parterdə də o məni altda olsa da vururdu, stoykada da vururdu. Yəni orada ağıllı döyüşçüdür, bir şahmat kimi. Mən əslində döyüşə çıxmışdım ki, striking vuruşum. Elə oldu ki, mən güləşçi oldum o döyüşdə. O da mənim döyüş IQ deyirlər. Mən ona striking vuruş dedim, onu uduzacaqdım strikingdə. Çünki nə bilim, başqa bir atmosfer idi, kletka balaca idi. Özümü rahat hiss eləmirdim. Ona görə güləşdim, planı dəyişdim. Elə qalib gəlmək mənə daha çox. Yəni əgər baxsaz, görəsiz ki, əlimi qalxsa daha çox xoşbəxtəm Gürcüstanda, nəinki bu Türkiyədə. Amma bu Türkiyədəki qələbəm daha vacib idi, nəinki Gürcüstanda. Bəli. Bir də daha çox səs gətirdi, daha yəni nəticəsi oldu, amma əslində Gürcüstandakı da. İndi bayaq döyüşçülərin psixoloji hazırlıqdan da danışdıq da ki, yəni hazırlıq deyəndə özün haqqında qeyd elədin ki, onun üstünə işləyirsən. Döyüşçülərin səncə elədiyi ən böyük psixoloji səhv nədir? Özünü kimdənsə zəif görmək, özünü rəqibdən zəif görmək. Yəni o. Elə olur ki, idmançıya şans gəlir xaricdə vuruşmağa. Ora çıxır, ora atmosferini görür, ora arenası görür, özünə inanc gedir. Mən belə yerdə vuruşa bilərəm, mən belə yerdə uda bilərəm. Psixoloji özünü rəqibi üstünlüyüdə özündən. Və o döyüşə çıxsa rəqibi ondan qat-qat zəif olsa da uzacaq ona. Yəni boğazını verəcək ki, boğ məni. Ona görə psixoloji sən deməlisən ki, məndən yoxdur. Yəni mən güclüyəm. Həm də məşqlərdə də onu sübut eləməlisən də. Yəni məşqlərdə hazırlaşmalısan və çıxmalısan desən ki, yəni mənəm də, yəni bu gün mənim günümdür. Yəni psixoloji özü alçaltmayasan rəqibin yanında. Çıxarsan bismillah davay dalaşmaq. Yəni sən biraz düşməlisən ki, sən 3 ay bura 15 dəqiqə döyüşə görə hazırlaşırsan da, yəni 15 dəqiqə hər şey bitir. Yəni neujeli sən o 3 ay səhər tezdən durursan, axşam məşq edirsən, paltarlarını yuyursan, yeməyi yeyirsən, yəni diyet tutursan, yəni elə belədir, uduzmağa görədir. Yəni pul da qoyuram, bir uduzmağa görə çıxırsan sən ora. Nə bilim, mən düşünə bilmirəm də elə bir şey. Yəni mən diyetdə olanda mən çox aqressiv oluram. Deyirəm çıxıb rəqibi öldürəcəm mən. Yəni rəqibimə görə mən diyetədəyəm də. Ona görə çıxıram rəqibə şans vermirəm. İndi KFC 3-dür, məncə daha maraqlı döyüş olacaq. Da biraz istəyirəm əlləşim rəqiblə. Bütün Arsenal'ı görsünlər mənə. Bəs KFC 3 üçün elə əslində belə baxanda Gürcüstandakı döyüş kimi də biraz. Bəli. Gürcüstanda da əslində bir çox nöqtədən özünü göstərə bilir. Bəli. KFC 3-dəki döyüş demişkən, indi bu bayaqki off record idi, ona görə bir daha soruşuram. KFC 3 üçün potensial rəqiblər mövcuddurmu və mövcuddursa deyilə bilərmi kimlərdir? Hansı misal üçün? KFC 3 üçün yəni hansısa potensial rəqiblər varmı, təklif olunan rəqiblər? Mənə? Aha, bəli. Bayaq dedim bir şey. Off record idi, ona görə. Off record idi, KFC 3 apreldə olacaq. Rəqibim isə uduzduğum ilk professional döyüşdəki rəqib olacaq. Elə o ilə danışıqlar gedir. O da indi 2 dəfə mənə yox deyib, mənə vuruşmağa. Mənim 18 yaşım var idi. İdmandan belə, evimlə belə təcrübəm yox idi. Amma 22 yaşı var idi. Gürcüstanda vuruşduq, o məni yəni o əlinə qalxızdılar. Amma halbuki xal hesabı mən udmuşdum. Yəni onun ölkəsində idi, bu normaldır o əlinə qalxızmağı. Və mən onunla revanş istəyirəm. Çünki
istəyirəm o məğlubiyyət mənə çox pis təsir elədi. Çox pis. Yəni 6 ay bəlkə 1 il mən onun fikrini çəkirdim. İstəyirəm indi onun da rekordu yaxşı 9-3, mənim də rekordum yaxşı 7-3. İstəyirəm ki, çıxım oyla vuruşum. Özü o çox Azərbaycanlı oldu. İstəyirəm elə qanun hesabını alım da. İndi onunla söhbətlər gedir. İndi qonorar biraz adı Dmitri Bolkvadzedir. Qonorarla indi razılaşır. Yəni olsa Korevsi 3-də gözəl bir döyüş gözləyəcək. Strikerdir o. Mən də striker. Mən də mixdə oynayacağam. Yəni gözəl döyüş gözləyəcəm ona. Qonorar deyəndə ki, yəni Gürcüstanda necə bir qonorar alır ki, Korev? Yox deyəmir də, yox deyib sınmaqdansa, misal üçün verilməyən qonorar deyir ki, biz atkaz edirik. Yəni Korevsi atkaz eləsin ki, yox biz sən bunu verən deyilik. O deyəməz ki, yox mən Rəsulla vuruşmuram. O deyir ki, mən bu qədər verirəm, mən razılaşım. O da kimdə ona o qədər verirəm? Sən o qədər idmançı deyirsən axı. Yo, elə ona görə soruşdum ki, yəni hazırda da bildiyim qədərilə, yəni o bu dəqiqə PFL-də döyüşmür, Bellator, yəni harda daha yaxşı qonorar alırsan ki, yəni bundan. Biraz artist eləyir. Amma məncə Cavad onu dartını necəsə gətirəcək. Görək də inşallah. Öldürüm onu. Mən də açıq o döyüş görməyi çox istəyirəm. O ilk verilişimizdə də bunun haqqında biz danışmışdıq. Ona görə o ağlımda qalıbdı. Yəni bəs ilk döyüşündən dedin də birinci dəfə bəs ha vaxtı məşqdə olsun və yaxud da bəlkə ilk döyüşdən sonra olsun və s. özündə hiss eləmirsən ki, mən əməlli başlı professional döyüşçüyəm. Yəni ola bilər ki, heç professional lisansını almazdan əvvəl olsun. Yəni hansı nöqtədə hiss eləmirsən ki, vəbşə MMA bundan sonra mənim həyatımdır, mən də professional MMA döyüşçüyəm. İnanırsan bilmirəm. Elə məşğul ol, səhər axşam məşğul eləyib bir də gördüm ki, mən bu prosesin içindəyəm. Bəlkə də ilk qonorar alanı bildim ki, həmişə də mənim qazanc məbləği şeyimdir və döyüşdən sonra mən motosiklet hədiyyə eləyəndən sonra mən bildim ki, mən professional döyüşçüyəm ki, mən bilmirəm, birdən belə oldu. Yəni həyat tərzim oldu, bir də gördüm ki, mən bu işin içindəyəm. Çıxa bilmərəm bu işdən. Bəs tam tərsi olubmu heç? Ha vaxtsa hansısa an olub ki, hiss eləb, fikirləşmirsən ki, yox, mən bu idmanı atmalıyam. Əsgərlikdən gələndə bir dənə oldu. O məşqlər alınmırdı. Travma bir tərəfdən, nə bilim, zəif idmançılar məni oraya yıxırdı, buraya yıxırdı. Uca fikirləşirdim ki, əsgərlikdən gəlmişəm. Bəlkə başımı buraxın. Amma mənə yanımda yaxın olan insanlar var, hansı ki, mənə inanırdı. Onlar mənə dedilər, ged yaxşı olacaq, ged yaxşı olacaq. Şans yarandı, Korevsdən döyüş gəldi, ondan sonra motivasiyam qalxdı. Yəni, o doğrudan ilk döyüşün idi o? İlk döyüşün əsgərdən gələndə. Elə döyüşdüm mən. Mən o vaxta çıxsaydım bir iki dəfə, onu da elə tez qurtarardım. Dostum, mən döyüşmək istəyirdim, biraz açılışmaq istəyirdim. Ona görə 3 round getdi dadayla. Belə mən Moskvada da vuruşdum. 5 dənə, 4 dənə Çiçəni utdum, bir dənə erməni utdum. Moskvada həvəskar. 6 aydır gəlmişdim əskərlikdən. Yəni, onları odandan sonra özümə bir əminlik gəldi. Korevsiyə çıxdım, utdum. Ümumiyyətcə, mən bəyənmirəm də bizim millət Çiçənləri, Dağıstanları tərifləyəndə. Mən bilmirəm ki, mənim üstümə qaynar su tökürlər. O gün taksidə gedirəm, mən baxır, tanıdı məni, deyir, idmançısan, Tofiq Musayev, Rafael Ağayev tərifləməkdənsən, deyir, amma bizimkilər Çiçənləri çıxanməzlər. Taksilə dalaşdım ki, sən niyə belə deyirsən? Bizim o belə idmançılarımız var. Yəni, bu Çiçənlər, Dağıstanlar bizimkilər niyə? Bildiyimə rezultat veriblər, həri. Amma o demək deyir ki, onlar hamıdan güclüdürlər. Ona görə mən bəyənmirəm, o Çiçənlərlə Dağıstanları tərifləyəndə. Nəticədə idman? Mənim öz millətim, mənim üçün daha da önəmlidir, mənim öz millətimin idmançıları. Mən onlara daha çox fəxr edirəm ki, Çiçənistan. Zubayra Tuxugov oradaydı. Gəldi, heç mənimlə salamlaşmadı. Tofiq Musayev oradaydı, hamı Tofiq Musayev deyirdi. Hətta aparıcı orada Tofiq Musayev Neymətin küncündədir bizim Azərbaycan Ömərov. Tuxugov da Ömərovun rəqibinin küncündədir. Komendata baxıram, ancaq hələ Zubayra Tuxugov. Axırda yaxınlaşdım, o komendata dedim ki, hər dəqiqə Zubayra Tuxugov deyirsən, nə olur? Tofiq Musayev deyəndə, o da şey dedi. Deyir, az deyirdi, amma belə olmaz axı, nasıl Dağıstanlıdır? Belə bir şeylər var, Dağıstanlılar bəziləri yaltaqlanır. İstər-istəməz. Bizim millətdə də var o. Bizim millət, bizim idmançını daha çox tərifləsə, hər yerə desə ki, Azərbaycan belə, bizim millət də qabağa gedir, bizim idmançılar da qabağa gedir. İndi maşallah gedirlər, burası da biraz paxıllıq var bizim idmanda, ona görə biraz qalmışıq. Amma inşallah yaxşı olacaq. İndi vitse-prezident Tofiq Musayev oldu, prezident Azad Əsgərov. İndi onlar çalışırlar ki, Azərbaycanda o MMA inkişaf eləsin. Respublika yarışını dursan, gelsən dünya çempionatına, dünya çempionatına dursan,
Sənə gəlir burada nazir qəşəng hörmətli idmançıya, idmançının müəlliminə. Yəni o demək olar ki, idmanda MMA Azərbaycanda inkişaf var. Yəni heç kim deyəməz ki, MMA inkişaf eləmir. Həm həvəskar, həm professional. Ona görə öz idmançılarımızı tərifləsək, öz idmançıları qabağa versək daha yaxşı olar. Nəinki xarici. Həvəskar demişkən, bu mən məsələn bəzi döyüşçülərə baxıram ki, çoxunun əslində həvəskarda o boyda o qədər də karyerası yoxdur. Həvəskar deyəndə yəni spesifik olaraq Vanma, bir də İmmafda döyüşməkdən bəhs edirəm də. Amma olanlardan çox sonra da professionalda çox irəli gedənlər var məsələn. Şəfqət məsələn biri ən məşhurlarından. Sadəcə məsələn həvəskar karyerada ən yüksək səviyyədə döyüşmək, yəni Vanmaya qədər çıxmaq, İmmafa qədər çıxmaq nə qədər təsir eləyir professionala və belə sualımı da düzəldim ki, yəni həvəskar karyeranı necə qurmaq lazımdır ki, professionala ən yaxşı şəkildə faydalı olsun? Biri məsələn bizim Sahil Şakirov da məsələn onda Avropa çempionu var. Çoxlu döyüşmək lazımdır ki, yarışa çıxanda o abu-havaya düşməyəsən, hazır olasın professionala. Çünki həvəskar vuruşanda mandırış hissə olur, vuruşduqca mandırış hissə azalır. Yəni elə çoxlu döyüşmək lazımdır. Xalq öz deyir ki, yəni özünüzdən professional vurmayın. Deyir, professional döyüşünə gəlir, həvəskar da vuruşun. Niyə görə dedir ki, rahat olasan döyüşdə, sıxılmayasan. Ona da çoxlu döyüşmək lazımdır. İndi dövlət də şərait yaradıb, idmançılarımız respublika olursa, gedir dünyaya. Dünyada da yer verən idmançılarımız var, həm xanım idmançılarımız, həm oğlan idmançıları verirlər, Qammada, İmafda verirlər. Bu nədən irəliyə gəlir? İnkişaf deməli var Azərbaycanda. Və buradan da sonra professional keçəndə daha yaxşı götürür. Asaf Çapurov. Neçə sıfırdır, 9-10. Asaf 9 olmalıdır, səhv eləmirəmsə. Kəmər ondadır. Axırıncı UAE-yi aldı da yəni. Kəməri götürdü, nədəndir? Təzə başlamış karyer, oradadır. Həvəskar döyüşləri çox olub. Ona görə belə, yəni tələsmək lazımdır professional qaçmaq. Məndən olsaydı, mən 22 yaşından başlardım. Amma elə oldu ki, 18 yaşında. Belə gətirdi də yəni. Ona görə çıxdım, vuruşdum. Və Asaf Çapurov hani bəlkə onu yenə yadıma salmaq istəyirəm. Şeydir, onda ləqəbi bal porsuğudur axı da, yəni belə həmişə rəqibin üstünə narahat olmadan gələ bilir. Səndə də Sagittarius da ya. Bu ləqəbin bəs bir hekayəsi varmı? Mənim? İşte, biraz soruşlar ki. Bir dəfə məşqdə utdum, elə belə ox atdım. O vaxtdan məzələmək üçün canlı dedilər ki, ox at. Elə oldu ki, döyüşdə də ləqəm seçdirdi, çıxartdım, elə bir attım. Ondan sonra elə bir xayb kimi qaldı. Ox atan mənasında qaldı ya. Maraqlı. Və bəzən də belə heç çox fikirləşilməmiş ləqəblər gətirib idmançılara çıxardır da yəni. Özüm seçməmişəm, zaldan gəlib o, çoxdan elə o vaxtdan. Yaxşı, indi biraz məsələni ümumiləşdirsək, bayaqlar ölkədəki MMA-dən də danışdıq, ona görə ölkədə MMA-in daha da inkişafı üçün nələr edilə bilər? Məsələn, bir o amatör həvəskar yarışların artırılması tutaq ki, bunlardan biri də belə başa düşürəm. Həvəskar artırılması mükafat olsun. İndi o düzdür var, demək olar artırılmalar daha çox yarış. Bir də biraz mehriban olsaq idmançılar arasında. Bir yığma yaratsaq, bütün güclü idmançılar bir yerdə məşq edəcək, onda bizdə necədir? Hərəsi bir zalda, biri orada, biri burada. İnanın ki, hər zalda bir 4-5 dənə güclü uşaq var. Onları birləşdirə, bir ailə kimi məşq eləsək, yəni bizdə prosta elədir ki, bu zalda məşq etsən, o zalda məşq eləmə. Yəni o belə bir prinsiplər var müəllimlər arasında. Bax, məsələn, bizim zalda Fərid Əliyev Babazadə müəllimdir, o baş məşqçi. Onda elə bir şey yoxdur. Deyir, bizdə də məşq elə, başqa yerdə məşq elə. Ya da başqa yerdən uşaq gəlsin, bizdə məşq eləsin, yəni qarşı. Amma elə müəllim var ki, deyir ki, məsələn, o grappling zalına gətirsə, bu zala gəlmə. O birisi yerdə məşq eləsə, bura gəlmə. Budur, bəzi şeylər inkişafa icazə verməyəm. Ona görə istərdim ki, mehriban olaq. Yəni, biraz mehriban olaq. Qabağa gedək. Şiraslanla da biz bunu danışmışdıq əslində, ən birinci verişimizdə. Şiraslan da onu qeyd eləmişdi ki, məsələn, Azərbaycanda deyir, hər sahədə yüksək səviyyədə adamlar var və zamanında, yəni dediyinə görə səhv xatırlamıramsa, Zabit Səmədov da belə bir şeyi təşkil eləməyə çalışıb ki, yəni bu müəllimlərin hamısını bir araya gətirək, müəllimləri, uşaqları və bir var da, məsələn, UFC-də var, məsələn, American Top Team. Bir Azərbaycan Top Team ki, yəni Azərbaycanın ən yaxşılarından bir komanda yaratmaq olar. Bizdə amma çətin olsun, belə baxıram.
Yəni bizdə elə olası deyil. Yəni bir bütöv hamı bir yerdə məşq eləyəndə hər öz zalından çıxacaq, hər öz zalını şey eləyəcək. Amma inkişafı zəiflədən bir şeydir də əslində. Bəli. Hər zal, yəni sizin zal məsəl üçün mənim bildiyim qədərilə adı da onsuz da Grapplanddır da yox. Yəni grappling əsaslı bir zaldır da yox. Yəni ən güclü tərəfiniz odur da yəni o mənada. Fərhad Bağırov sizləndir yoxsa sənə Fərhad Bağırov sizləndir yoxsa sənə ayrı dərs keçirir? Fərhad Bağırov Məmməd Əliyev Sifat klubdadır. O da mənim köhnə müəllimlərimdir. İbrahim Məmmədəliyev, yəni yaxşı müəllimdir. Mənim demək olar ki, ilk müəllim elə o olub, o məni düzəldib əl-ayağımı, güləşmə. Orada məşq keçir, yəni mən də hərdən oraya gedirəm, orada mənə məşq keçir. Yəni bizlə bir yerdə məşq eləmir. Amma belə dostluq, qardaşlıq aramızda var. Amma gedib orada məşq eləmək olur da yenə də. Əlbəttə olur. Yəni mənim köhnə müəllimimdir İbrahim Məmmədəliyev. Elə onun yanına gedirəm, o məni rahat buraxır. Amma yəni nəyi demək istəyirdim? Yəni sizdə tutaq ki, bir grappling əsaslıdırsa, ki bu normaldır da. Mən bu dünyadakı ən məşhur zallarda da elə bir şey görmürəm ki, hansındasa bütün növlər təmsil olunsun. AKA kickboxdur məsələn. Nə bilim, Taylanddakılar hamısı Muay Thai'dır. Yəni heç bir zal yoxdur ki, yəni bu əslində universal olmamalıdır da heç belə baxanda. İnsan bir şeylə peşəkarlaşır axı. Və sənə döyüşçü kimi başqa peşəkarlarla işləmək lazımdır. Sən bir şeylə peşəkarlaşan məsələndə sən gərək 3-4 dənəsində peşəkarlaşasan. Ona görə yəni inşallah bu artıq problemdir, nədir, hər nədirsə yəni bu ən tez zamanda həll olar və sizlə yolunuz açar. American Top Team'də, American Top Team'də. Hətta adı elə, Don't Stop. Yəni o bir adi bir cim kimi bir şeydir. Yes. O demək ki, Amerikanın ən yaxşı məşqçiləri. No. Onu Azərbaycan Top Team danışırdıq Şiraslanla, ona görə American Top Team. Olaraq yəni ən yaxşılar bir yerə yığışmır. Sadəcə Amerikada amma ona ehtiyac yoxdur da. Mən də qoya bilərəm Azərbaycan Top Team, yəni. Yox, onu adı elə Namiq tapmışdı, deyirdi Azərbaycan Top Team, yəni ki, bizim ən yaxşılarıq. Sadəcə bizdə Amerikadan bir fərq var ki, yəni Amerika çox böyük ölkədir və ştatlar var da, orada durub Kaliforniyadakı adam durub Floridaya gələndə orada məşqə. Amma biz coğrafi olaraq daha kiçik ölkədir və bizdə hamı bir yerdə məşq daha məntiqlidir. Daha məntiqlidir. Yəni mütləq bir zalda olmalı deyil, amma ən azından bayaq deyin məsələ aradan qalxsa ki, sən müxtəlif idman növlərinə, müxtəlif zallarda gedə bilərsən, o da problem var da. O çoxdandan elədir. O bizdə elə bir əzəldən elədir ki, bu zalda məşq etsən, bu zalda keçə bilmərsən. Yox, çünki mənə nə qəribə gəlir, biz məsəl üçün MMA-yi təşkil edən idman növləri deyək də ayrı-ayrı saysan, güləş, judo, grappling növlərindən. Lap grappling özü indi şey olaraq olimpik idman növü olması da. Grappling özü və bir də ki striking idman növləri də deyək ki, karate, boks belə. Bunların hamısında bir də kickbokslar falan. Bunların hamısında bizim ən yüksək səviyyədə boksdan başqa digər hamısında ən yüksək səviyyədə idmançılarımız var. Bəli, var. Yəni dünya top 3-ündə olan karateçimiz də var, nə bilim kickboksçumuz da var, Bəhramda və yaxud da ki grapplerimiz o bu. Amma MMA-də biz heç yəni öz yetişdirməmiz olaraq bir dənə Tofiq Musayevlə təmsil olunuruq da UFC-də, yəni hal-hazırda. Bu bizim böyük bir problemimizdir də. Yəni necə olur ki, MMA-nin ayrı-ayrı təşkil edən hər şeyində biz ilk 3-də təmsil olunuruq bəzi idmançılarımızla. Amma MMA-də yox. Demək burada nəyisə formalaşdıran, bu məktəbimiz yoxdudan deyil də, məktəb. Deməzdim, məktəb sadəcə UFC-yə çıxan sifəzlərimiz yoxdur. Amma idmançılarımız var. O vaxt Tural Rəqimov da qəşəng döyüşürdü. O vaxtdan idmançılarına keçən Vüqar Kərəmov da qəşəng döyüşürdü. Burası sifəz yox idi ki, UFC-yə çıxmaq. Amma indi şükür Allah var, indi mən düşünürəm ki, yəni UFC-də döyüşlərimiz çox olacaq. Kickboksda da Akif Quluzadıdır. Yəni yəqin tanıyır, cavan oğlandır, 20-21 yaşı var, demək olar ki, birazdan kəməri götürəcək One Championship-da. Yəni yavaş-yavaş biz Azərbaycan daha çox ölkələr işləyəcək, UFC-də də. İndi təkliflər gələcək yavaş, Cavad Məmmədov ora xod tapıb, oradan əsl idmançılar hazır olsun, yəni UFC-də vuruşmaq mümkün olacaq.
Niyə? Ay. Nəriman da vuruşmuşdu, Nəriman Abbas da vuruşmuşdu. Dana White, contender. Contender olsun UFC Bəli, sayılır da axır əvvəl. Yəni o 2 dənəsi var. İndi daha da çoxalacaq Azərbaycan torpağından çıxmış. Bəli, bəli. Yəni yox, mən onsuz da nəzərdə tutduğum odur ki, gəlsin tutaq ki, ilk 5 rəngdəki döyüşçüdən biri bizim ola bilər də. Çünki yəni güləşdə Hacı Əliyev 3 dəfə dünya çempionu ola bilər də. Yəni ən yuxarıya çıxa bilər. Kickboksda Bəhram ən yuxarıya çıxa bilər, karatedə Rafael ən yuxarıya çıxa bilər. Bunlar da ümumilikdə MMA-yi təşkil edirsə, demək MMA-də də nə bilim sən, o, bu başqası ən yuxarıya çıxa bilər. Bizim məktəbimiz var ki, bunları ayrı-ayrı yetişdirə bilirik də. Yəni çıxacaq. Mən düşünürəm olacaq. Bir neçə il olacaq. Çünki indi Azərbaycanda idman çox böyük inkişaf edib. Hətta Cənab nazirin də yəni MMA-yə marağı var. Özü də cənab Bəli, görüşmüşdü. UFC-ni deyirsiniz? Yox, hə mən yox, nazir yox, üzr istəyirəm. MMA Federasiyasının sədri də Azad Əsgərov. Nazir yox, qarışdırdım. O özü də elə MMA döyüşçüsü olub da, yəni MMA-nin içindən gələn, bəli. O da idmançılara başa düşür ki, nə lazımdır, spor lazımdır, vitamin lazımdır. Yəni MMA-nin içindən, yəni nə edirlər Tofiq Musayevin vitse-prezident olmağı yaxşıdır. Çünki o idmançı da o bilir, yəni döyüşçünün dərdini nədir. Yəni vitamindir, travması varsa reabilitasiyasıdır. Döyüşə hazırlaşanda hər şey bilir də, yəni spor lazımdır, o lazımdır, bu lazımdır. Amma MMA-dən anlayışı olmayan bilməyəcək də, yəni idmançı nə lazımdır. Elə biləcək ki, ancaq məşq lazımdır, məşq elə biləcək, amma onun bəs vitamini, onun vasitələri, hamısı tələb edir. Ona görə indi düşünürəm ki, Tofiq Musayevin də MMA-də olmağı bizə yaxşı kömək olacaq. Həm yəni ki, Azad müəllim, həm Tofiq müəllim, məncə kömək olacaq. Hə, dərs-dəməz müsbət təsir alır. Görək də inşallah. Hə, inşallah, məncə yaxşı olacaq. Görək. Biz də bir dənə görək bunu söyləmədik. No, danışa bilərik elə. Okey. Namiq bugün məni stressləndirib biraz, deyir ki, saat yarımdan çox olanda deyir YouTube-a yükləmək biraz şey olur. Narahat olur. Bir yükləyirik 200 min nə video gəlir, biz narahatıq ki, bu 5 dəqiqə azaldıq 300 min olsun. Video ilə düzələn şeydir. Həm, neysə. Bir də şey bilmirəm, bilirsən yoxsa ya, prosto özümə maraqlı gəlir. Bu axırıncı dəfə Fərhad Bağırovun mən döyüşünə baxanda dünənlər elə Namiqlə danışırdıq. Bu grapplinglə jiu-jitsunun qayda olaraq fərqi nədir ki? Kimonodur bir. Nogi jiu-jitsu deyək. Kimonodur əsas. Bir də çox belə fərqi yoxdur. Mən tam belə dəqiq bilmirəm o qayda qanunu. Amma bir daha bilmirəm, fərqini bilirəm ki, kimonodur. Ya onun nogisi var da jiu-jitsunun, kimonosuz olanı da var. Kimonosuz bilmirəm, yox. Kimonosuz grappling sayılır da yox. Ya, nogi jiu-jitsu sayılır. UFC, BJJ kimonosuzdur da. UFC-nin jiu-jitsusu çıxıb, bir dənə təzə. Onu bilirəm. Orada da kimonosuz var da, məsəl üçün. O grappling sayılmır. No, elə jiu-jitsu sayılır. Prosto orada mən, ya baxanda mən baxıb nəyi başa düşdüm, yəni amma bilmirəm də qaydanı, yəni niyə görə də bilmirəm. Jiu-jitsu da görürəm ki, başda bu Musumeci falan var ya, onda eşitməsi amma heç xoşum gəlmir də Musumecidən. Başlayan kimi belə yerə uzanır, sürünə gəlir məsələn rəqibin üstünə. Amma grapplingdə məsələn Fərhadın görüşlərini eşitdiyimdə uzanıb kimisin üstünə gələn adam görmədim məsəl üçün. Amma bilmirəm ki, onu qayda ilə necə tənzimləyiblər də ki, yəni sən məcbur eləyir ki, ayaq üstə olasan. Onu necə tənzimləyib başa düşmürəm. Ona görə yəni qaydanı soruşdum. İxtilanda xal verir. Yəqin ki də, hə, yəqin ki, onu bilmirdim, detallı. Grapplingdə misal üçün sayda da keçəndə, mount'a keçəndə xaldır. Yəqin bu birisində xal yoxdur. Ali boyacandır. Yəni UFC şeydir. Aha. Amma belə qaydanı hələ vuruşmamışam mən qrapplingdə. İnşallah Bakıya şey gəlir, Ayıqa, grappling. Okey. Mənə təklif yazdılar özləri ki, səni super svatkada görmək istəyirik. Yəni tək grappling güləşidir. Rəqib axtarırlar mən xaricdən. İnşallah 14 fevral orada çıxış eləməliyəm. İnşallah. Qaydaları da öyrənəcəm orada. Ondan sonra cavab verə biləcəmsə nə qayda qanundur. Amma mən hələ ki bilmirəm. Korefsi mane olur bəs başqa yarışlara? Yox. Hə, okey. Başqa yarışlara qoşulmalı. Korefsi fərqli orqanizasiyalarda döyüşməyə hər hansı bir maneçilik törətmir. Mənim Korefsidə indi kontraktım var. Qabaq 3 döyüş idi. İndi bu nokautla udduğum yəni kontraktı 5 döyüşə uzatdılar.
Amma belə yox, kontraktda yoxdur ki, yəni başqa liqada vuruşa bilmərsən. Yəni bəlkə mən yanvarda hansısa bir təşkilatda vuruşdum. Yəni elə bir şey yoxdur. Amma mən bilən başqa türk orqanizasiyalarda vuruşmalı deyiləm. Amma belə əgər məsələn təklif gəlsə vaxt gün belə böyük orqanizasiyadan yaxşı məbləğlə, yaxşı rəqiblə yəni çıxıb vuruşacağam. Heç bir problem yox. Ha, yəni hər hansı bir şəkildə problem eləmirlər. Xeyr. Korefsin dedin, oradan bir bu o birisi asılarım bu taraf. Oradan belə bir şey mənim ağlıma gəldi. Bunu keçən dəfə də səfərimizə soruşmuşdum. Korefsinin potensial gələcəyi haqqında. Yəni yaxşı görünür də təşkilatçılıqları və s. Yəni nələrisə düzəltməli və yaxud da inkişaf etdirməlidirlərmi səncə? Yəni Korefsi nə etməlidir ki, bu zonanın ayaqda qalan ən yaxşı döyüş orqanizasiyalarından biri olsun? Bir dənə arena böyütsün. Çünki biletlər yəni sold out idi. Yəni dəhşət çox hamı bilet axtarır Türkiyədə. Arena böyütsə, daha da üstünlük verir ki, döyüşlərin qonorarını artırmalı. Yəni, arena böyütsün, reklamı daha çox eləsin. Çünki biletləri yəni, o qədər tez alırlar ki, əslində hər bir döyüşçüyə 10 dənə bilet verməlidirlər. Yəni, bizə bilet vermədilər, çünki bilet çatmırdı. Mənim qohumlarım gəlirdi, bilet çatmırdı. Yəni, arena böyütsələr, döyüşlərin qonorarını artırsalar, yəni, inanın ki, hamı elə Korefsiyə gəlmək istəyir. Elə də olacaq. Yəni onsuz da görürlər ki, heç kim düşünməz ki, Korefsi 2-də bu qədər adam yığışar. Yəni sold out cəmaət çox sürətli sold out olur. 2 gün falan qalmışdı. Ona görə biraz böyük, daha da böyük arena gətirməlidirlər. Yəni biletdən qiymətini qalxsalar, vəbsə süper olar. Yəni plakatlar da alırdılar. Biz plakatlar çəkdik, plakatlar da alırdılar. Yəni sonra nə satırdılar orada? Jiket, zat hamısı Korefsi, hamısı alınır. Yəni görürüz bu nə qədər məbləğ eləyir. Gələcəkdə inşallah böyütsələr, mən düşünürəm ki, nə bu arada eləyirlər ki? Deyəsən 10 min ya 5 min. 15 min. 15 min. Amma 50 boşlar. Hamısı dolmuşdu. Yəni bizdə UFC-ci dolmuşdu. Bursa bizdə UFC boyda olsa bəlkə də yenə də elə dolar Türkiyədə. Türkiyə əhalisi çox da. Bir də cəmaətin də marağı da var orada. Çox, yəni dəhşət çox. Yəni göründüncə maraqla baxırdılar, qışqırdılar, edirdilər. Yəni əla. Məsələn mən Kitayda vuruşanda bizim idmançı orada belə bir şey yox idi. Yəni heç kim qışqırmır. Hamı elə bil ki, teatra baxır. Amma Türk azarkeşləri tamamilə başqadır. Onlar fantastikdir. Ona görə Türkiyə azarkeşlərini çox bəyənirəm. Hər yerdə elədilər də var, futbolda da eyni şey eləyirlər. Yəni çox belə həm belə qışqırırlar, adama daha da deyirlər, adama belə deyim, motivasiya verirlər. Yəni Türkiyə azarkeşləri dəhşətdir. Ona görə Türkiyədə vuruşmalar yəni hamıya məsləhət görürəm. İndi Azərbaycanda olmalıdır. Danışmışam, təklif elədim ata bayraqlara. İstəyir Korefsiyə yığma şeyə keçirmək, contender seriya Azərbaycanda keçirmək. Onu fikirləşirlər. Bu Cage Bound-u yəni. Cage Bound-u Azərbaycanda keçirsinlər. Cage Bound da nədir? Yəni kontrakt verir. Kim udsa kontrakt verir Korefsinin əsas şeyinə. Azərbaycanda idmançılar yığılacaq, düzdür. Bütün idmançılar yox, o da Cavad baxacaq. Belə də olsa bizim idmançılar şans olacaq ki, Korefsidə özlərini göstərsinlər. Çox yaxşı olar. Korefsidə tez-tez eləsə şeyləri, döyüşlərini daha da bomba olar ki, yəni özünü göstərməyə. Məsələn, mən bu döyüş 8 saniyə nakavt elədim. Əgər gələn həftə UFC kimi olsaydı Korefsi, mən orada çıxış edərdim. Yes. Ona görə tez-tez olmağını, indi apreldə olacaq da, indi görək. Yəni əslində mən də onu çox fikirləşdim ki, Korefsinin inkişaf eləməyi bizim MMA üçün də çox vacibdir. Əlbəttə, yəni bizim Azərbaycan MMA üçün çox vacibdir. Yəni çünki coğrafi olaraq bizə bu qədər yaxın və bu qədər yüksək səviyyəli hər hansısa bir orqanizasiya yoxdur yəni. Məncə qalxacaq hələ Korefsi, yəni təzə başlayıb çox idmançı ilə danışırdı. UFC-nin referisi var idi, kim idi? Mark Goddard. Ona şəkil mən çəkdirdim. O deyir ki, yəni dəhşətdir bura. Yəni çox bəyəndim. İnşallah yaxşı olacaq. Biraz da daha da çox maddi cəhətdən yatırım eləsələr daha da süper olacaq. Onsuz da onu yəqin ki eləyəcəklər. Sadəcə məni orada bir dənə maraqlandıran odur ki, bu maddi yatırım elə bir şeydir ki, bu müəyyən müddət sonra sən qarşılığını görməlisən ki, bu eləməyə davam eləyəsən də. Məncə gördü. O yatırımı. Məncə gördü. O indi əslində bu dəqiqə Esport Plus-la olan danışıqlarına görə dəyişir. Yəni o hər dəfə o
göstərməyə davam eləsələr Esport Plus-da, deməli istəniləni alırlar oradan. Onsuz da arena ilə problemləri yoxdur, doldururlar. Bəli, bəli. Yəni digər satışlar məsələsidir. Digər satışda Esport Plus-dakı satışda yəni. Adi mənə dedilər də, onun qonorar da üstün bonus gəlir. Mənə görə 450-dən bilet alınmışdı. Da mənə görə Türkiyədə, yəni öz ölkəm deyil mənim. 450-dən bilet mənim üçün yəni çoxdur da yəni. 450 çox. Hər elə bil ki, hər 15.000 nəfərdirsə ki, ya 10 ya 15 idi də yəni. Yəni hər 30 nəfərdən biri sənə görə bilet alıb. Elə bu elə böyük bir şey. Mənim promokodumla gəlir. Eləsi var ki, mənim promokodumu demir. Elə belə gəlir. Girəsun döyüşünə baxalım. Məsəl üçün. Bu da mənə böyük fəxr edirəm də bu ilə ki, 450 nəfər mənim 450 nəfərin ən azından mən marağındayam. Türkiyədə. Ona görə belə indi Azərbaycanda da keçirsələr ümumiyyətcə kollektiv özü. Vapşı super olur. Gecban da eləsələr də elə çox yaxşı olar. olar. Biraz yox. Gecban o qədər də yaxşı olmur. Yəni yatırım cəhətdən. Amma kollektiv özü Crystal Hall-da və yaxud hansısa bir arenada keçirsələr Azərbaycanda məncə partlayış olur. Yəni hal-hazırda onsuz da mən bildiyim Türkiyənin Crystal Hall kimi bir MMA arenası yoxdur. Yoxdur. Ya Crystal da MMA arenası deyil, amma yəni də. Yəni gözəl dənizin qırağında elə yoxdur. İstəyirəm kəmər döyüşü elə Azərbaycanda keçir. O super olur. İnşallah. Yəqin ki KOREFC 4-də də yəni. 4-də də 5. Belə olar yəqin inşallah. Azərbaycanda ya Crystal Hall-da və yaxud əl oyunlarında da olar. Yes. Əl oyunları balacadır, amma yenə də. Məncə Crystal Hall ən ideal Crystal Hall-da, hə. Orada kəmərə vuruşmaq istəyirəm. Öz azarkeşlərim, yəni orada uduzmaq faizi çox aşağıdadır. Öz azarkeşlərim olduğunda. Mənə gəlir ki, türklər də bilet alır, mənə görə gələr. Yəni onlar o qədər dəstəkləyirlər ki mənə. İnanırsın ki, onlar bilet də alır, mənə görə gələr ki, mənə döyüşmə baxsınlar. Onsuz da yəqin ki, elə bir şey eləsələr, onun yaxşı reklamını eləyəcəklər və Türkiyədən də gələn azarkeşlər olacaq. Ondakı reklamı super olacaq. Azərbaycanda tem belə. Azərbaycanda o şey baxaraq asandır reklam eləməkdən ki, Türkiyə. Yox, yəni bu dəqiqə onsuz da KOREFC-də, yəni həm 1-də, həm 2-də qalib gələnlər elə Qudayev idi, sən idin, bir də Camalettin idi də, yox? Camalettin də məncə. Nakavtda. Ümumiyyətlə qalib gələnlər. İki şeydə. 2 KOREFC. Mən Quday bir də Camalettin də, hə. Bir də Jeniyədir, kim idi? 70 kilo olmuş. Morozov. Morozov. O da var idi, hə. Amma indi yəni bunu niyə vurur? Bu 4 nəfərdən ancaq sənsən ki, qalib gələndən sonra mikrofonu alanda türk azarkeşlər başa düşür. Yəni bu önəmli bir şeydir də, məsələn KOREFC-nin özü üçün ki, yəni səni parlatmağa çalışmaqları onların faydasınadır. Çünki yəni Qudayev nə qədər yaxşı da döyüşsə, Camalettin və s. amma onlar tamaşaçıya çata bilmir axı. Mikrofonla bir şey ifadə edə bilmir. Məncə bir türk MMA izləyicisi heç bir fikri yoxdur ki, Camalettin kimi. Deyirlərdə görmədiniz bir nəfər mənə döyüş təklif elədi. Gördüm. O döyüşçü idi amma. O prosta reklam qazanmaq istədi. Döyüşçüdür o. Mənə dedilər, mən güldüm onu. Deməli, kimdir bu? 2 dənə məğlubiyyəti var son döyüşdə. Mənə döyüş təklif edir. Mən profilinə girdim, yəni döyüşçü də oxşamır. Yəni balaca dolmuş bir, yəni baxdım dedim ki, mən bunu özümün rəqibim görməm. O prosta KOREFC-də vuruşmaq istəyənə döyüş axtarır. Məni seçib. O da Dadayevin sonra öyrəndim ki, məşq yoldaşıdır. Türkmən idi olsa, Türkmən bayrağı falan yazmışdı. Kommentin aşağısında ya da profilinin biosunda Türkmən bayrağı var idi. O da elə mənə yəqin king alıb, mən ona şans vermədim ki, o mənə görə xayb qazansın. Çünki mən onu başa düşürəm ki, mən utdumsa xayb məndə var, hamının istəyirəm mənə xayb olsun. Sonra mən dedilər, Kazqanla vurur. Baxıram, özümə biraz ciddi rəqiblər istəyirəm. Baxamısın ki, görəsən Rəsul bunu udacaq və onu udub hamının gözündə bir pillə qalxmaq. Yəni, elə Kazqandır, o birisidir. Mən maraqlı deyil. Ya onlar biraz Jake Paul döyüşləridir də, yəni. İndi sizə bir daha sual verim. Mən indi Dadayevi çiğ köftə eləyə bildim, yoxsa elə sizə döyüşdə keçəm. Çiğ köftədə 8 saniyə eləyən bilər. Mən özüm İstanbulda yaşamışam, bu qədər tez çiğ köftə eləyən görməmişəm heç yəni. Ondan sonra çiğ köftə getdim bildim. Kamacayn,
Kamacına getdim, sonra paxlava yedim, onun gözünün qabağında yedim. Gördüm ki bu insan başa düşən insan deyildi. Yəni rəqib var ki, gəl halalıq istəyir, əlini sıxsın, öpüşün. Bu əlimi çəkdim, yəni nə bilməyim, rəylərdə yazdım ona, mənə fikir vermədi yazdığıma. Gördüm ki, sən palojdan da elə, sən o hərəkət elədin. Yəni sən yaxşı ki, sən biabır olduğun şey hərəkət. Açığı mən bu revanş açıqlananda deyəndə çoxdan əslində açıqlandı. İlk Korevsin 2-nin ilk açıqlanan döyüşü idi də, biz bilirdik ki, bu revanş olacaq. Mən belə pis olmuşdum ki, sənə bir özünə fayda verən bir rəqib vermirlər də. Yəni ki, özündə inkişaf edirsən axı döyüşdən döyüşə. Amma deyirəm ki, əslində hər şey xeyirlisinə olur da. Burada elə bir nəticə aldın ki, bəlkə də nə bilim 2-ci, 3-cü round knockout submission eləsəydin, bir özünə də bir şey olmayasın. Onsuz da bilirdin ki, udassan, onsuz da bilirdin ki, ondan çox üstünsən və onu udmaq üçün məşq eləməyə də çox ehtiyac yoxdur sən. O eləmir çünki var. O eləyirdi. Mən elə bir ki, psixoloji elə hazırlaşmırdım ki, mən bunu udmuşam, yenə udacağam. Öz məni hazırlaşdırmırdım. Mən məşq eləyəndə fikirləşirdim ki, mən udmuşam, biabır eləmişəm onu. O bu dəqiqə məni öldürməyə hazırdır. O bu dəqiqə elə məşq edir ki, onu başa düşəndə psixoloji biabır olur, məni öldürmək istəyir. Həm də o çəkidən sonra gələndə könlünü çıxardan hamı şoka düşdü. Yəni o bilinirdi ki, o ximiya edib. Yəni çox böyük idi o insan. Hamı başa düşdü ki, o ximiya edib. Yəni çox böyük idi. Yəni mən bəhanə deyildim onsuz da. Mən dedim, istəyir ximiya eləsin, istəyir nə bilim, xalq olsun döyüşdə, mənə fərqi yoxdur, mən udacağam. Mən məşqlərdə mən beynini qoymuşdum ki, o çıxır onu məni öldürməyə. Ya mən məşqdə öləcəm, ya da ki, ringdə, oktagonda öləcəm. Və məşqlərdə özümü öldürdüm, demirdim ki, hətta Dadayevdir, onsuz da udmuşam, bir də udacağam. Yəni o psixologiyana yaxınlaşmırdım. Yaxınlaşırdım ki, o Dadayev bək formada gəlib mənə udacaq. Və belə psixologiyana çıxdım, qalib yardım ona. Çünki hər şey ola bilərdi o döyüşdə. Onsuz da MMA-də ümumiyyətlə hər şey ola bilər. Bu ximiya dedin, bu barədə mən... Korevsdə yoxlamırlar, doping kontrolu. Ümumiyyətlə yoxlamırlar, yəni? Yəni, yoxlanan bir dənə UFC-dədir, ümumiyyətcə. Ən bildiyim böyük təşkilatlarda da ximiya yoxlamırlar. Onun necə? Amma deyirlər ki, olmaz, prosto sənin öz olmaz, əlbəttə olmaz, amma belə yoxlanış yoxdur ximiyaya. Amma qaydası deyir ki, olmaz da, yəni? Əlbəttə olmaz. Yəni, ümumiyyətcə, heç şeydə olmaz. Heç bir idman dövründə olmaz. Prosto necə bir məntiqdir ki, yəni yoxlamıram, amma olmaz, yəni özün bilərsən. Şəxsən mən eləmirəm ximiya, mən istəmirəm onu eləyim, öz orqanizmimə pis eləyim. Adam var eləyir, özünə ziyan eləyir. Yəni, indi ximiya elədim, o demək deyir ki, sən canavarın, susama odasın. Dadayev eləmişdir ximiya, 8 saniyə açdı. Yəni, prosto yoxlamırlar, yəni UFC yoxlayırlar, onun üstünə bək düşürlər. Yəni, UFC elə orqanizasiyadır ki, hamı bir olmalıdır orada, hamı eyni olmalıdır. Yəni, kimsə, daha üçün, ximiya eləyib, kimsə ximiya eləyib, düzgün deyil axı. Amma bu təşkilatda da yox. Belə amma UFC-də də hər döyüşdən əvvəl və həmişə yoxlamırlar da. Mən bildiyim təsadüfi yoxlayırlar. Yox, hər döyüş yoxlayırlar. Qərarlı bir döyüşdən sonra yoxlayırlar. Döyüşdən əvvəl yoxlayırlar, amma həmişə yoxlayırlar. Yəni mümkün deyil ki... Təsadüfi dediyin o... USADA-nın... Kamplasından gəlir yoxlayırlar. Hədə o şey yoxdur. Həmişə UFC list çıxardır ki, bu il USADA nə bilim... Sarukyanı 15 dəfə yoxlayıb, nə bilim, Oliveira'nı 3 dəfə yoxlayıb, belə söhbət olur. Yəni, bir kampa gəlirlər və zəng vururlar ki... 2 saat vaxt verir sənə, falan belə bir söhbət. Məsələn, Arman Sarukyandan da eşitmişdim. Gəlirlər, istəyirlər ki, yoxlamalıyım. Ona görə orada elə bir şey yoxdur. Misal üçün, 3 ay vuruşmayım, bir dənə qəşən ximiya eləyim, 3 ay təmizlənəyim, sonra bu birisi ayda vuruşum. Yəni, elə bir şey yoxdur UFC-də. Yəni, hər... UFC kontraktın varsa gəl sən yoxlayacaq. Amma döyüş həm elə bir o təsadüfini eləyir. Mən elə bilirdim təkcə təsadüfini eləyir. Həm onu eləyir, həm də döyüş vaxtı gəlib yoxlayır. Həm döyüş vaxtı ya döyüşdən sonra. Aydın. Onda mümkün deyil ki, hansısa UFC döyüşçüsü ximiya işlətmiş olsun da, elə başa düşdüm. Elə bir şey var ki, təbii. Məsələn, Dağıstanlarda çox təbii ximiya eləyirlər. O heç düşmür indi doping kontrolu. Təbii nəsə məhsullarla ximiya düzəldirlər. Amma belə heç mümkün deyil yəni. Bəs o ximiyanın döyüşçüyə necə müsbət tərəfi var? Misal üçün, məşqlərdə yorulmursan. Yəni, səhər məşq edirsən, gəlirsən, yorulmursan da, yəni bədənin ağrımır. Axşam məşq edirsən, bədənin ağrımır. Sonra getirsən, gecə də məşq edirsən, bədənin ağrımır. Yəni, tez bərpa olursan, dıxanın artır, gücün artır. 100 kilo qaldırırdınsa, 160 qaldırırsan. Yəni, onu eləyir. Yəni, yarışda təsiri var da onun, sən
çox 1x bəyərsən. azlaşsan, 4x azlaşsan. Yəni doğrudan da şeydə yəni iqralarda çit olur, yəni elə bir şeydir. Döyüşün özündə də çox müsbət təsir edir axı. Döyüşün Döyüş vaxtı da, yəni hazırlığı keçdimi, döyüş adi vaxtı. döyüşdən sonra necə bərpa olursan, rəqib məsəl üçün 70 vuruşda 75 olur, o olur 86. Yəni kimiyaya görə əzəllər qayıdır, su qayıdır, olur 86 soğur, fiziyyat. Güləş olanda o hiss eləmir o 75 kilonu. Ona görə kimya çox böyük rol oynayır. Amma onun ziyanlarını eşidəndə, yəni mən fikirləşirəm ki, yəni nə edirəm mən belə idmanı ki, əgər o sonra mənə ziyan vuracaq. Mən də cavan oğlanam, mən gələcəyim var. Yes. Amma bu gün mən bunu qalib gələcəm, sabahsı gün mən problem yaşayacağam öz həyatımda. Nəyimə lazım mənim? Ona görə mən belə təbii yolla, təbii məşqlərlə, təbii çünki çətindir, kimya asandır. Yəni bir insan var məşq gəlir trenajora deyir ki, 6 ay belə bədən yığacam. Amma insan var ki, trenajora gedir, bir dənə kimya eləyir, 2 ay, 3 ay o bədəni yığır. Amma sonra o bədən olsa sönür məşq eləməz. Amma 6 ay yığılan bədən qalır. Ona görə kimya heç kimə məsləhət görmürəm. Professional bodybuilderlərin yəni çox böyük hissəsi onsuz da yəni professionallıqdan gələndən sonra əməlli pis vəziyyətə qalırlar. Bəli. O professional bodybuilderdə mütləq kimya maddə istifadə Həndə edirlər, çox böyük. şey də olur, vərdiş də olur. Yəni kimyasız məşq eləyə Bir təsəvvür 160 qaldırsan, kimyasız qaldıramırsan, psixolojisən ki, mən zəifəm. Təzədən vurmaq istəyirsən, gücləşdirirsən, 160-a keçsən 200-ə. Yəni ona görə heç kimə məsləhət görmürəm o şeyə başlasın. Axırı yoxdur. Gənclərimiz kimyadan uzaqdır. Gənclərimiz kimyadan uzaq olsun 100%. Yəni onun xeyri yoxdur. Yəni ola bilər bir müddətlik xeyir, hə, o yəni bir an sonra peşmançılığa çəkirsən ki, hə, mən niyə elədim bunu? Bu başım qanqaraslığı yerində. Həli, ona görə təbii rol, təbii əziyyət, səhər axşam məşq, yəni təbii şeylər. Bəs Bal yeyir, nə bilmək, təmiz hava içir. Elə yəni testosteron da ondan qalxır, təbii testosterondan. Yəni o ilə vuranda öz testosteronun ölür. Ona görə təbii testosterondan məşq elə və hər şey yaxşı olacaq. Bəs belə məşqdən demişkən də bu öz qidalanmanda hansısa steroid yox deyək ki, qida əlavələri var da və hə, məsələn. Kreatin ən belə bəyəndiyim, ən effekt gördüyüm kreatindir. İslam da deyilir və yaxında kreatin deyir. Təzə başlayıb deyir. Öz onu sokla qarışdıranda kreatin su ilə yox sokla. Daha tez bərpa olur. Onu da İslamda içmişəm. Doğrudan da hiss eləmişəm. Mən məşqlərdə, fiziki hazırlıqda o kreatin mənə çox kömək edir. Necə bir şey? Recovery-də kömək edir? Recovery-də kömək edir. Məsəl üçün ağır dəmirləri qalxızırsan. Bir də onu düzgün içmək lazımdır. 4 litr su içmək lazımdır. Məsələn, işlərin günü boyu 4 litr su içməlisən ki, bədəndən çıxsın, böyrəklərə ziyan olmasın. Elə adam var, kreatin içirsə, 2 litr su içirsə, sabahsı gün deyir ki, kreatin ziyandır, mən böyrəyimə vurdu. Demir ki, mən onu düzgün içmirdim. Ona görə belə kreatin əladır. Yəni gedib iynə vurmaqdansa, yəni o qarmanoloji problem yaşamaqdansa mən kreatin istifadə edirəm. Bir də betsa. Betsa da mən çox xeyir görmürəm betsadan. Onu sadəcə suya dad vermək üçün mən içirəm. Bir də izotonik, whey. okey. O da şirniyyat əvəzi yeyirəm ki, kokteyl kimi şirniyyatımı öldürsün. Amma belə hazırlaşıram. Şirniyyatı əvəz edirəm balla. O belə. Hətta belə yəni proteini ətdən, o birisini baldan, yəni ki, ən təbii ola bilən şəkillər. Bu döyüşə 3 ay mən çörək yeməmişdim. İndi hər saatdan bir mağaza yeyirəm. Hətta bura gələndə mən 4 dənə lahmacun yemişdim sizin yanınızda. İndi acmışam. Yəni söhbət odur ki, mən tez açıram. Bədən onu tələb edir. Mən 78-dən salmışdım, indi 75-əm. Mən 78 olmayınca bədənim məndən o yeməyi tələb edəcək. Ad günə mən boya tort verirlər hazırdan, o hamısını özüm yeyirəm. Belə mi normal gəzdiyin çəki budur da, 75 və budur yəni. 75 yəni. İstəyirəm 85 olum, 85-dən salım 66-ya. O biraz amma... Yox, mənim çəkim düşür, mənim iradəm güclüdür yəni. Mən, məsəl üçün, yarış verdilərsə, 40 gün qalmış, 40 gün qalmış, oturam sağlam qidaya, çörəklə şirniyyat kəsirəm, yavaş kəsirəm. O uzaqbaş çay içəndə bir dənə qənd atıram arasında, yavaş-yavaş beyni aladıram. 20 gün qalmış, diyet otururam. Düyü yeyirəm qaynadılmış, toyuğun döşətini yeyirəm qaynadılmış, nə bilməyim, salat yeyirəm çoxlu, əsas yaşıl, yəni çox yeyirəm, göyərti, onu nə qədər yeyirəm, kalori yoxdur. Gecələr zülal çox yeyirəm, çünki zülal yeyəndə çəki qalxmır. Məsələn, toyuğun ağını, tvaroq, onları yeyirəm, nə qədər yeyirəm, çəkin qalxmır gecələr zülal yeyəndə. 20 gün belə, döyüşə 10 gün, 7 gün qalanda vəbşə azaldırsan, maksimal azaldırsan. Yəni bir dənə toyuğun sinəsini yeyirsən uzaqbaşı,
Yəni 3 dənə ağ yumurta. Demək olar günə bəlkə də 500-600 kalori yeyirsən. O 5 kilo son gündə gedir. Və paraleldə məşq də edirsən. Sonra 500 kalori yediyin gün məşq. Günə məşq etsən uçurdu. Çoxlu su içirsən. Son günə də 4 kilo qalanda 4 kilo geyinirsən, polna ekiprovka alır. Girirsən sauna və yaxud hər öz metodu var sauna. Məsələn, mən bu son döyüşdə ürəyim getdi. İlk dəfə çəkirdi ki, mənim ürəyim getmişdi. Hətta mənim ürəyim gedir, Fərid, Toyfun Musayev, Akşamov, hamısı ölür gülməkdən. Mənim ürəyim gedir, mən hiss edirəm ki, yıxılıram, beynimdə mən fikir verir ki, döyüş atmayla, skor uzat, yəni çox pis idim, mən pardon ilə salırdım. Hamı gülür mənə baxır. Axırda şillələdilər, oyatdılar məni, özümə gəldim. Dizilər vuruşa bilərsən, belə bilməm, çox pisəm. Biraz özümə gəldim, çəkildən sonra su da içdim, gördüm, enerji gəldi mənə. Yəni, həmin vaxtı mən deyirdim ki, mən heç vaxt döyüşənmərəm, skor gəlməlidir, çox pis idim. Yəni, tərəziyə çıxanda o döyüşdən əvvəlki tərəziyə çıxanda fikirləşirdin ki, döyüşənmərəm. Döyüşənmərəm, gücüm yox. Maraqlıymış amma. Düzgün bərpa oldum deyənə, elə bir ki, təzədən güc gəldi də. Bərpanı amma keçən verişdə demişdin ki, sənin bərpa olunmağın yaxşıdır. Yaxşıdır, amma bu döyüş pis oldu. Bu döyüş çox pis oldu bərpa. Yəni 5 kilo bərpa oldum. Bilməm, bəlkə sizin gözsüz deyildim, mən bilməm. Mən yadımızda qaldı, görsə qan qarası. Keçən döyüş 10 kilo olmuşdum, bu döyüş 5 kilo bərpa oldum. Amma bir dənə Xalbin komandasında dostum var mənim. Mənə qayıt dedi ki, döyüşdə vacibdir də sən neçə kilo bərpa olursan, 10 kilo, 15 kilo. Deyim, əsas odur ki, özünü necə hiss edirsən. Elə adam var ki, suyu basır, məsəl üçün 10 kilo bərpa olur döyüşdə, sonra özünü döyüşdə pis edir, yorğulur. Amma elə insan var ki, 5 kilo, 4 kilo, mənim kimi döyüşdə rahat hiss edir. Mən şəxsən özümü rahat hiss edirəm. Prosta bu döyüş olmaqda, əslində yenə döyüşmək istəyirəm, ona görə yanvarın 11-dən yəqin döyüş olacaq. Yanvarın 11-nə? MMA döyüşü yoxsa? MMA. Profesional 71 kilodan. Çəkimi salmıram. Hə, belə takka sal, qaldır işdir. Olmur axı, sağlamlığa ziyandır. Amma 71 özünə çətin deyil səncə, yəni? Problem olmaz, 71. Çempion olmaq istəsən, fikirləşməlidirsən ki, həmən bu çəkir, uzaram, bu çəkir, uzaram. Düz 71 mənim üçün böyüdür. Ola bilər ki, qabaritdən daha yüksək, amma özümə inanırım. İnanıram ki, 71-də də liqada o qədər böyük liqada deyilsə, biraz zəif liqadır. Orada mən bilirəm ki, qalib gələcəm. Yəni rəqib biraz səni paslanmaz saxlamaq üçün olan bir rəqibdir də nisbətən, elə bir. Yəni bunun üçün ki, 71-ə çıxmaq biraz risklidir axı, indi ehtiyac yoxdur, elə bir şey mənada deyirəm. Hə, risklidir, amma o riskə atdım da mən, döyüşüm. Qalmaq da istəmirəm, birazdan orucluq gəlir, bir ay oradan qalacağım. Əslində mən təlim toplanış məşqlərinə getməliydim xaricə. Bir dənə fevralda qaldım ki, orucluq gəlir. Hara? Taylandda istəyirdim, köçmək. Orada köçmək istəyirdim. Uşaqlar da çağırdı, idmançılar, dostlarım da oradaydı. Bir dənə orucluğa görə qaldım ki, orucluğa inşallah yola verim. Orucluğundan sonra mən o təlim toplanış məşqlərinə gedəcəm. Fevral, martda qurtarır, elə apreldə də döyüşüm, elə aprel edəcəm. Hə, yəni ki, Korevsi, hə. 2 aylıq yəni Taylanda keçmək mənasında, 1 ay 2 ay. Yox, oraya gedəcəm, oradan mən bilet alacaqlar Türkiyəyə. Türkiyədə inşallah vuruşacağım, təzədən abrat. Hə, yəni köçmək biraz daha uzun müddətli üçün qalım ki, 1 ay çox da bir şey deyil. Orada da yəqin Muay Thai vuruşacağım. Aha. Orada Muay Thai vuruşum, çıxış edəcəm, qazanacağım. Oradan sonra gündə Muay Thai vuruşa bilərsən, yəni elə bir hər gün yarış var yəni. Həftə yarış olur, orada nokautdan $500 verirlər, $400, o da var. İstəmirəm keçmək. Mən orada özümə daha uyğun, yaxşı yarış görürəm. Aha. Yox, Taylandan sonra biz də uşaqlarla indi Nami ilə yox, dedi ki, bunu çölə atmış kimi olduq, amma keçən dəfə uşaqlarla danışırdıq da yayda götürməyi planlaşdırırıq. Taylandda istirahətə getmək 3 aylıqda amma. İstirahət. İstirahətdə bir istirahət başqa döyüş məqsədi ilə yox da. O istirahət üçün yaxşıdır. Yox, biz indi işə görə ancaq 3 ay tətil eləyə bilirik də. Cəmi 3 ay tətilimiz var. Oran bir həftəsi də yaxşıdır. Hə, baxarıq da, çalışacağıq. Hə, istirahət üçün onu güzəldir. Hə, müəllim adamıq da, bizim istirahət ancaq gedib orada, nə bilim, biraz boks qaydacaq da. Kamera qarşısında. Ancaq. Kamera olmayanda istirahət başqa olur. Uzağı böcək zadı yeyib yəyərik, yəni, o məqsədlə gəlirik. Bir də
Bir dənə nə soruşasaydım amma. Bir dəqiqə. Bayaqlar danışanda ağlıma gəldi, sonra getdi. Heç nə. Heç nə. Təşəkkür edirik. Sualım yadıma düşmədi çünki belə natural bir sonluq oldu. Taylandla da söhbəti bağlamaq istəməzdim, amma yenə də belə bir vəziyyətə qaldım. Təşəkkür edirik gəldiyin üçün. İnşallah bir də hava görəcəyik Rəsulu. İnşallah bir də hava ürək istəsə onda. Apreldən sonra inşallah Korefsini dənədən. Koref 3-dən sonra inşallah görəcəyik. Heç nə qalmır. Sağ olun, təşəkkür edirəm. Sağ olun, sağ olun.